Salam, hər vaxtınız xeyir. Şəkildə gördüyünüz test kitabından bir neçə sual həllinə baxaq. Ox kəsiyi düzbucaqlı üçbucaq olan konusun əvvəlcə konus çəkirik. Bu konusun ox kəsiyi düzbucaqlı üçbucaqdır. Deməli, bizə deyir ki, baxaq görək nə verilib. Yan səthinin sahəsi S yan bərabərdir 16 kök altda 2 pi. Bizdən konusun həcmini soruşur. Buradakı bucaq düz bucaqdır. Deməli, düzbucaqlı üçbucaqdırsa, bunlar bilir ki, biz bir-birinə bərabərdir. Deməli, oturacağına bitişik bucaqlar olacaq 45 dərəcə. Bura 45 isə, burada 45 dərəcə qalır. Oturacağının radiusu R-dir. R isə bərabər yanlı üçbucaq olduğuna görə burada R-dir. Deməli, L olacaq R kök altda 2. Çünki bərabər yanlı düzbucaqlı üçbucaqlı hipotenus katetin kök 2 mislinə bərabərdir. Konusun yan səthi pi RL. Yerinə qoyuruq. 16 kök altda 2 pi bərabərdir. Pi vur R olduğu kimi qalır. L'in yerinə də yazırıq. R kök altda 2. Hər tərəfi kök 2-yə bölürəm. Hər tərəfi pi-yə bölürəm. R kvadratı 16. R də olacaq 4. Bizdən konusun həcmini soruşur. Konusun həcmi 3də 1. Oturacağının sahəsi vurulsun hündürlük. Oturacağı dairədir. Dairənin sahəsi pi R kvadratı, yəni 4-ün kvadratı. H da elə R-ə bərabərdir. Baxın, bura ilə H-dır. R 4 olduğuna görə H da olacaq 4. 4-ün kvadratı 16. Pi-ni də 3 veriblər. Pi-ni yerinə 3 qoyanda bu 3 ilə pi ixtisar gedir. 64 kub santimetr, yəni C variantı. 14 nömrəli sualda limit x pi böl 4-ə yaxınlaşır. İfadəni, yəni limiti soruşur. Əvvəlcə pi böl 4-ü x-in yerinə yazsaq, görərik ki, 0 böl 0 alarıq. Yəni qeyri-müəyyənlik halda. Ona görə biz bu kəsiri sadələşdirməliyik. Ya törümü ala bilərik, ya kəsri vurğulara ayırıb sadələşdirə bilərik. Mən vurğulara ayırıb yazacağım. Kublar fərqinə görə açsaq, kosinus x minus sinus x vurulsun kosinus kvadratı x, üstəgəl kosinus x sinus x, üstəgəl sinus kvadratı x bölünsün. Kosinus 2x də kosinus kvadratı x, baxın, kosinus kvadratı x minus sinus kvadratı x deməkdir. Bunda vurğulara ayırıram. Kosinus x minus sinus x və kosinus x plus sinus x. İxtisar etsək və kosinus kvadratı x üstəgəl sinus kvadratı x trigonometrik eynilikdir. 1 verir bizə. 1 üstəgəl kosinus x sinus x. Məxrəc də eyni qaydada. Kosinus x üstəgəl sinus x. İndi limit x pi böl 4-ə yaxınlaşır. Yerinə qoyuruq. 1 üstəgəl, əvvəlcə kəsir yazıram olduğu kimi. Kosinus da sinus da pi böl 4-də kök 2 böl 2-ni alır. 1 üstəgəl kök 2 böl 2 vur kök 2 böl 2. Məxrəcdə də kök 2 böl 2-ləri toplayırıq. Surətdə bizə verir. Kök 2 böl 2-ni kök 2 böl 2-yə vuranda alırıq biz 4-də 2. Məxrəcdə də 2-də 2 kök altda 2. 2-lər ixtisar gedir. Kök altda 2 qalır. Surətdə də verir bizə 4-də 6. 4-də 6 da 2-də 3 deməkdir. Yəni yazıram burada 1,2-də 3 şəklində saxlayayım. 2-də 3. Məxrəci də qoşmasına vursaq, kök 2-yə vururam. Kök 2-yə vuranda bu 2 verir. 2-ni 2-yə vuranda 4. Sürətdə də 3 kök altda 2. Yəqin ki, var belə cavab. Düzgün cavab C variantı. Və 15 nömrəli suala baxaq. 15 nömrəli sualda inteqraldan A-nı soruşur. Əvvəlcə 2x plus 3-ün inteqralını alaq. Deməli, olacaq 2x kvadratı böl 2 üstəgəl 3x. Sərhədləri də A-dan A plus 1-ə qədər. Burada 2-lər ixtisar gedir. X-in yerinə A plus 1 qoyuram. A plus 1-in kvadratı üstəgəl 3 vur A plus 1. Çıxacam. Bir dəfə də A-nı qoyuram. A kvadratı plus 3A bərabərdir. A kvadratı üstəgəl 2A üstəgəl 1 üstəgəl 3A üstəgəl 3 minus A kvadratı minus 3A. A kvadratlar islah getdi. 3A'lar islah getdi. Qaldı 2A plus 4. Yəni burada qaldı 2A plus 4. Bu integral da 4A plus 7-yə bərabərdir. Ona görə bunu bərabər edirəm 4A plus 7-yə. Buradan alırıq ki
4 minus 7 beraberdir 2a'ya. 2a beraberdir mənfi 3'e. A da olacak mənfi 1/5. Yani cevap D variantı.